birbirimizi ne kadar iyi tanıyoruz. Ben Sevim. Ağlıma bir şey koydumsa o olana kimi dünyanı dar eləyəcəm. Mən Elnur. Gagalarım bana zevk çaldıysa her şeyi bırakıp giderim. Ben Sevim. Evdən bir dənə çıtırtı gəlsə, elə fikirləşirəm ki, uzaylılar gəlib evə basqın eləyiblər. Mən Elnur. Bütün eşyalarımı her yerde bırakırım. Ben Sevim. Domestos olmasa yaşaya bilmərəm. Arada gedirəm onun gizlincənə iyilib, gələm ki, Abart. həm də onun kimi bir şeydir də. Domestos olmasa təmiz olmur heç nə güya. Mən Elnur. Acıktığım an kimse gözüme görünmesin. Ben Sevim. Bircə belə əlim kəsilsə, qolum buradan qopmuş kimi reaksiyalar verərəm. Mən Elnur. Kışkırmadan danışabilmirəm. Normalde danışabilirim. Bağırlı, onu Ha, danışmışdım. ama öyle. Ben Sevim. Ancaq abur-cuburla, namı deyər zirzibillə qidalanaram. Arada ən ziyanlı nə varsa, gedirəm onu alıram, onu bəhbəhlə yeyirəm. Mən Elnur. Bundan 2 ay önce Sevim'in diş fırçasını kullandığımı dün itiraf ettim. Amma onun səhvliyi ilə istifadə elədim. Bir de ismini söylememiş. zibilə atdım. Atmamışsın, fırçalamışım. Valla atdım. Həmin Mümkün gündə değil. getdik alış-verişə şey aldıq gəldik. Mümkün değil. Neden? Ben her akşam ve her sabah uyandığımda dişimi fırçalıyorum. Bizən hansı gün idi? Palma ağacından diş fırçası almışdıq, yadındadır? Bir de ucuzunu almış gitmiş. Niyə sənə təzəcə aparatlısını almışam da, nə istəyirəm? Ben Sevim. Elnur'un telefonunu, iPhone'umu bundan gizlicə ekləmişdim. Hara gedirdi, GPS ilə baxırdım. Mən Elnur. Bir gün Sevim'i sosyal medyada geçeceğim. Mən deyirəm, inanmır. Göstərin də gücümüzü uşaqlar. Ben Sevim. 100.000 abunə olmaq üçün da ürəyim gedir. Daha gecə gündüz girirəm, baxıram ki, aldı görüm nə qədər artdı, nə qədər artdı. Uşağı biraz takip edin. Yazıqdır, əziyyət çəkir. Yaxşı ki izlediniz, yaxşı ki varsınız.